19 may 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 3 saylı Bakı Dost Mərkəzinin açılışı olub. 6 ildir ki, vətəndaşlara sosial müdafiə sahəsində xidmət göstərən 3 saylı Bakı Dost Mərkəzində gün ərzində 800 nəfərə qədər vətəndaşın qəbulu nəzərdə tutulsa da, rekord sayda 1833 müraciət qeydə alınıb. Vətəndaşlar burada bir pəncərə prinsipi ilə məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, əmək münasibətləri olmaqla ümumilikdə 162 adda xidmətdən yararlana bilirlər. Könüllü dost proqramı üzrə isə 50 nəfərədək könüllü xidmətinizdədir. Pensiya kartımı dəyişəcək vaxtı bitmişdir. Allah razı olsun sizdən. Sağ olun. Çox razıyam. Pensiya fonduna müraciət elədi anam və sənədləri gətirdim. Çox yaxşı da qarşılandı. Sənədlərimiz öz qaydasındadır. Çox sağ olun, təşəkkür edirəm. Mərkəzdə vətəndaşlara pensiya məsələləri üzrə xidmət göstərən Nərmin Əliyevanın da digər əməkdaşlar kimi əsas prioriteti müraciətçilərinin məmnun yola salmaqdır. Fəaliyyətin vətəndaşların qəbulu, müraciətlərinin araşdırılması, onlara qanunvericilik çərçivəsində səlis və dolğun informasiyanın ötürülməsi, hüquqlarının təmin edilməsi, ərizələrinin qəbulu və araşdırılmasını əhatə edir. Və bütün bu prosesləri həyata keçirərkən vətəndaşlara Dost Agentliyinin əsas prinsiplərindən olan mürəvizli, anlayışlı və operativ yanaşmanı rəhbər tuturam. Ötən müddət ərzində 3 saylı Bakı Dost Mərkəzinə 1.330.000 vətəndaş müraciət edib və bu vətəndaşlara xidmət göstərilib. Burada əsas məqsəd vətəndaşlara təkcə dövlət xidmətlərini göstərmək deyil, eyni zamanda vətəndaşlara daha rahat, dinlənilən, dəyər verilən hiss etməsini göstərməkdir. Çox sevindirici haldır ki, vətəndaşlarımızın xidmətlərimizdən məmnunluq səviyyəsi 99,5% təşkil edir. 3 saylı Bakı Dost Mərkəzi 6 ildir ki, sosial müdafiə məsələlərində yanınızdadır. Dostumuz hər zaman xidmətinizdədir.